siqnalımızı yandıraraq baxırıq sağ güzgüyə. Sağda olan nəqliyyat vasitəsi mane olmadan o keçdi. İndi sürətimizi artıraraq sən söndürülük dönmə siqnalımızı maili şəkildə də zolağımızı dəyişdik. Yəni zolaqdan zolağa keçid eləmək üçün istəyiriksə tez keçid eləyək sağ zolağa yaxud sol zolağa, sükanı çox çevirməyə ehtiyac yoxdur. Sükanı qədərində çeviririk. Sadəcə olaraq sürətimizi artıraraq tez keçid edirik. Sağdan sola, soldan yaxud da sağa. Ancaq eyni zamanda keçəcəyimiz zolağın qarşısına da diqqət eləməliyik. Əgər biz misal üçün sağ zolağa keçid eləmək istəyirik, sağ yandıraq, baxırıq sağdan gələn nəqliyyat vasitəsinə. Misal üçün o uzaqdadır, düzdürmü? Ancaq bizim qarşımızda olan nəqliyyat vasitəsində nəzərdə saxlamalıyıq. İndi bax, uzaqdadır, düzdürmü? Keçid elə sağa. Bu demək deyil ki, biz sürəti artıraraq keçid eləməliyik. Çünki zolağımızın qarşısı doludur. Bir tək güzgüyə baxıb qarşını unutmamalıyıq. Bəzən artıraq bir qədər sürət. Bəzən sürətimizi artıraraq zolaqdan zolağa keçid edirik. Bəzən tam əksinə. Yəni, keçmək istədiyimiz zolaqdakı vəziyyətə uyğun hərəkət eləməliyik. Aydınlıdır. İndi sıxlıq müşahidə olunur özün gördüyün kimi və biz bu sıxlıqda kimsəyə mane olmamaq şərti ilə zolağımızı dəyişməyə alışdırırıq özümüzü. Sola dönmə siqnalımızı yandırırıq. Solumuzdan gələn nəqliyyat vasitəsinə baxırıq. Uzaqdadır, yaxınlaşmır. Düzü, bir qədər artıraq sürəti. Çünki bunun qarşısına indi keçə bilərik. Artıraq. Yox, ora bax qızım. O səni görmür axı. Bu şəkildə olmaz. Sən o nəqliyyat vasitəsinə qızım, keçirsən onun qarşısına, düzsünmü? Onun səni gördüyünə əmin ol, sənə şərait yaratdığına əmin ol, sonra keçid elə. Sən güzgüdən arxadan gələn nəqliyyat vasitəsini gördün. Ona da mane olmadığına əmin olduğun üçün bəli, keçid eləmək istədin. Ancaq onun qarşısında sənin böyründə olan nəqliyyat vasitəsi necə? Onu da nəzərə almalısan. Bunun üçün çiyin baxışı ilə çevrilib böyrümüzdəki avtomobillərdə baxmalıyıq.